Qəzalar arzu olunmaz olsa da, lakin onlardan qaçmaq təəssüf ki, mümkün deyil. Havaların soyuması, yağış və qarın yağması qəza sayılarının artmasına səbəb olur. Goranboyda zəncirvari qəza baş verib. Hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə magistralda hərəkətdə olan minik avtomobillərindən biri qarşısına çıxan uzunqulağı vurub. Daha sonra heyvan digər avtomobilin önünə çıxıb. Zəncirvari qəza zamanı 4 avtomobilə zərər dəyib. Mingəçevir şəhərindən gəlirdim, avariya olmuşdu. Eşkəyə vurmuşlar, asfaltın ortasındaydı. Elə gələn maşınlar hamısı bir-birinə girdi, 4 dənə maşın dəyibdi bir-birinə. O 4-ün də biri mənə. Allah hamısına kömək olsun. Xəsarət alan? Xeyr, xəsarət alan yox, olmayıbdı. Amma avtomobillər zərər? Bəli, deyib baxın, maşın qavağıdır, arxasıdır, hamısı, yəni hamısı xəşdir. Deməli uzunqulağa çırpılıb, sonra digər avtomobillər də bir-birinə? Bəli, hə. Uzunqulaq da qalıb yolun ortasında çıxartmırlar ki, qırağa camaat heç olmasa onlarsa xəsarət almasınlar. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi zərər dəyib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Rahim İbrahimoğlu, Ülviyə Orucova, Goranboy.